Salam dəyərli kanalımızın izləyiciləri, növbəti bir mənzili hamınıza salamlayıram. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bravo Market və McDonald's'ın tam qarşısında yeni tikili 20 mərtəbəli binanın 17-ci mərtəbəsində qanuni 2 otaq 75 kvadrat ölçülü, ümumi sahəyə malik, Kufcalı, tam təmirli, təmirdən sonra yaşayış olmayan əşyalı bir mənzili sizlərə çəkib təqdim edirəm. Giriş qapımız burada yerləşir. Daxil olduqda mənzilin sanitar qovşağı, mətbəx hissəsi, yataq otağı, burada isə mənzilin qonaq otağı yerləşir və sağ hissədə yığılmış tam boy qardırob hissəsi var. Çox ekonom, şirin, gözəl, səliqəli bir mənzildir. Giriş qranit mərmər və istipoldur. Sanitar qovşağı və mətbəxdə həmçinin bu şəkildədir. Burada mənzilin qonaq otağı yerləşir. Alıb yaşamağa və yaxud da ki, uzun müddət icarəyə vermək mümkündür. Çünki tam əşyalıdır. Yalnız televizor yoxdur evdə. Yəni kondisioneri, divanı, digər hissələrdə var. Hamısını da sizlərə göstərəcəm. Belə bir gözəl bir qonaq otağımız var. Baxın, bu şəkildədir. Döşəmədə laminatdan, divarda gözəl aboy tekstura işləmələrdən, tvisten hissələrdən istifadə olunub. Sənəd kubcadır. İstilik sistemi fərdi olaraq kombidir. Və bütün otaqlarda kombi quraşdırılıb. Bütün otaqların girişi dəhliz hissəsində. Burada mənzilin yataq otağı yerləşir. Gözəl, geniş bir yataq otağımız yerləşir burada. Yataq otağı içində lazım olan hər bir detal düşünülüb. Tam əşyalar yerləşdirilmiş şəkildədir. Baxın, belə bir gözəl yataq otağı mövcuddur. Mənzil ortadır, uqlavoya düşmür. Burada isə mənzilimizin geniş bir mətbəx hissəsi var. Heç qonaq otağından bir o qədər istifadə etməyəcəksiniz. Gözəl bir mətbəx və mətbəxin qarşısında eyvan hissəsi də var. Döşəmə qranit mərmər və istipol təchiz olunub. Normal əşyalarla da təchiz olunub mənzil. Baxın, belə bir mətbəx hissəni sizlərə təqdim elədim. Keçək mənzilin sanitar qovşağından da tanış olaq və mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Burada isə mənzilin sanitar qovşağıdır. Bir yerdədir. Burada təzə təmirdir. Yaşayış olmayıb, istifadə olunmayıb. Tam hazır şəkildə aksesuarlar, kabinlər falan tam şəkildə təchiz olunub. Keçək mənzil haqqında ümumi məlumatı. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, Bravo Marketin tam qarşısı İnşaatçılar metrosuna 2 dayanıcı məsafədə 20 mərtəbəli binanın 17-ci mərtəbəsində 75 kvadrat ümumi ölçüyə malik qanuni 2 otaq Kufcalı, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan tam əşyalı bir mənzil. Qiymət 195.000 manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaqdır. Bina ərazinin ən yaxşı binalarından biridir. Geniş həyəti, 2 lifti, yeraltı dayanacağı mövcuddur. Mənzil haqqında bu qədər. Növbət çəkişdə görüşənədək Allah alana və satana xeyir versin.